Kimlər işdən çıxarıla bilməz. Bildiyiniz kimi, Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar nəzərdə tutulub. Belə ki, işə götürən tərəfindən hamilə qadınların, 3 yaşınadək uşağı olan qadınların, 3 yaşınadək uşağını tək başına böyüdən kişilərin, yeganə qazanc yeri, işlədiyi iş yeri olan və məktəb yaşınadək uşağını tək başına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin, işçinin şəkərli diabet və ya dağınıq skalyoz xəstəliyinə tutulması səbəbinə görə Həmkarlar İttifaqları Təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə öhdəsində əlilliyi olan uşaq və ya orqanizm funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin, habelə işçinin məzuniyyətdə, ezamiyyətdə olduğu müddətdə və kollektiv danışıqlarda iştirak etdiyi dövrdə bu məcəllənin 70-ci maddəsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Eyni zamanda qeyd edilməlidir ki, bu müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin A və Y bəndləri ilə xitam verilən hallara şamil edilmir. Yəni, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işə götürənin fəaliyyətinə xitam verildikdə, eləcə də dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinə xitam verilə bilər. Bundan başqa, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işə götürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən, əlilliyi olan şəxslərlə, habelə əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilməsinə yol verilmir.